Salam dostlar. Bu günləri kombin videosu çəkəcəyik. Gedək pəmbiş dünyaya. Bu gün nə kombin çəkəcəyik? Həm kombin videosu, həm də qış evində, məzuniyyətə gedəcəyik. Yəni məzun olma şeydir. Bugün məzun oluruq. İki dənəsi var. Biri tamamən məzun, biri isə məktəbdə keçirilən olacaq. Məktəbdə keçirilən üçün indidən başlayırıq hazırlaşmaya. İndidən yox, əslində, yəni nə geyinəcəyimizi qərar verək, çünki gecə olub artıq. Nə geyinəcəyimizə qərar verək, çünki səhər tezdən, yəni. Bu gözəldir, amma çəhrayı ağ olmalı deyil. Hə. Bu yox. Bunu geyinmişdim birinə, məzuniyyətə yenə geyinmişdim. Bu məzuniyyət heç uyğun deyil, ona görə bu geyinməyəcəm. Bu da uyğun deyil. Baxın, bunu istəyirdim mən geyinmək məzuniyyət üçün. Pəmbişdir və məncə çox şirindir. Məzuniyyət üçün məncə geyinə bilərəm. Yəni uzun olmalı deyil çünki. Bunları qoyaq yerinə. Ay yox. Bəli, bunu geyinəcəm. Amma başqalarına da baxaq, bəlkə. Ay yox. Bunlar artıq məzun yox, balo əlbisələrdir. Nəysə. Və bu arada dostlar, mən bunu kombinləmək istəyirəm, amma ağ rəngdə bir kombin taxıb bu məzuniyyətə geyinəcəyik. Pəmbiş arxası yoxdur və bir də bir dənə hizmetçi paltarım var, amma həqiqətən çox gözəldir. Baxın, amma indi bu donut. Bu arada kombinim necədir? Məncə çox şirindir. Bir dəqiqə. Deməli, bunu qoyaq bura. Bunu geyinəcəyim üçün bunu ayırıram və bir dəqiqə. Və bunu hara qoyaq? Kutum var idi. Bunun içində, məktəb formam əvvəlki geyinmədir. Artıq geyinmədiyim üçün məncə gedə bilər. Və bunu qoyuram çünki yadımdan çıxa bilər. Bir də bəli. Tamam. İndi geyinəcəm pəmbiş olduğu üçün. Amma eyni anda, yəni hava isti olmağına baxmayaraq bu günləri, yəni isti idi. Sadəcə bu günləri isti idi. Yəni amma biz qış ayındayıq əslində. Bu paltar olacaq. Nəysə. Qoydum bunu bura. Bir buna baxaq. Cute. Gözəldir. Bir dəqiqə baxın. Gözəl qalır, amma pəmbişləri görsənməməliydik. Ağ rəngdə daha cute'dur. Corabı çıxardırıq. Və kombinimizə məncə sabah davam edərik. İndidən seçsək maraq qalmayacaq. Ona görə sadəcə əlbisəmizi seçdik və qoyuruq. Bura. Artıq gecədir, çünki yatmalıyıq. Şalvar. Aparaq bunu qardırobumuza qoyaq. Və ayaqqabılarımız da dəyişiləcək. Baxın, eyni dəst. Corab, ayaqqabı, şalvar və kofta. Getdik. Ayaqqabıları çıxardaq və yataq artıq.
Və dostlar, əgər canlandırma istəyirsinizsə, yəni səsləndirmə, indi mən belə danışıram, amma yəni əgər səsləndirmə istəyirsinizsə, bu karakteri avatarda. Məsələn, baxın. Kimi durma falan. Nəysə dostlar. İndi paltarımızın geyinək. Bugün gedəcəyik dırnaq düzəltdirməyə. Kombin. O olmur. Hə. Çox şükür oldu. Bu kofta ilə bu kofta çox gözəl uyumlu gedirlər və gözəl yaraşdırıram mən hətta. Aslında burada corabı çıxartmaq lazımdır, amma heç nə olmaz. Hava isti olduğuna, pardon, bu günlük isti olduğuna görə. Amma axşam tərəfi həmişə kimi gecələr soyuyur. Gecə axşam tərəfi hava soyuq olur. Ona görə də nəysə getdik. Bunu geyinəcəm ona görədir. Və gördüyünüz kimi bilinmir. Nəysə bunu qoyaq yerinə. Üstümə də bir dənə ceket alacağım buradan. Təzə yeni bir ceket almışam. Bu biraz nənə şeyinə oxşadı, amma əslində gözəl bir vibe verir. Amma bu kombindən getmədi. Rəngi uyğundur, amma heç uyğun deyil. Bu da. Bir dənə jaket. Bu gözəl gedir. Bunu belə qoyaq. Və saçımızı dəyişdirməyəcəm. Və yeni gözlük almışam. Bu və bu. Çox gözəl olduğu üçün və ona uyğun rəngarəng bir yay makyaj və kostyumum var. Ona görə onu da eləyəcəyik bir gün, amma burada yox. O birisində. Nəysə. Biraz makyaj. Ay açqını. Gözlüyü çıxardım. Bu narıncıdır, bəli, amma maşallah bütün rəngdə pomadalarım var. Eyni anda glosslarım da var, amma glosslarımı çox vurmuram. Məsələn, qəhvərəngdə belə bir glossum var, amma vurun məncə. Nəysə, vurdum bu glossu. Artıq gedək. Nəysə. Bu həmişə kimi götürə bilmirəm. Bu həmişə kimi yerdə qalır. Ona görə dostlar, bunu artıq bir çarə tapmalıyam. Və Allaha şükür indi oldu. Heç nə olmaz. Pink rəngdə qalmışdı. Artıq ayaqqabı seçək. Bir dənə ayaqqabı var idi. O çox gözəldir. Onu geyinəcəyik bugün. Hətta kombini ona görə qəhvəyi seçdim. Bundandır və bəli, gözüm artıq onu gördü. Belə ayaqqabılar sevirik. Ona görə bu ayaqqabılar çox gözəldir. Üstünə belə corablı, sokslu. Soks çox sevirəm. Və telefon. Dəqiqə. Telefon. Bunu götürüm, görəsən. Baxın. Bu gözəldir. Bir dənə çanta. Qəhvəyi rəngdə bir dənə çantam var idi. Bu da gözəldir. Kombinimlə gedər, amma o çantanı demək olar ki, heç yox. İstifadə eləmişəm, amma və bəli. Çantaları yerinə qoyaq. Bu çox gözəl çantadır. Bunu da bir gün kombinləyəcəyik.
və buna görə bir kombin var. Bugünkü kombinimiz məsələn ola bilər. Nəysə, içinə buradan dolduracağam. Heç nə yox. Bubble tea götürəcəkdim. Həmişə qəhvəyi kombin olanda bunu götürürəm. Bu da qəhvəyi olduğu üçün bu günlər bunu götürəcəm. Amma bunu da götürə bilərəm. Avatar World desenli. Amma tutmalı daha gözəldir məncə. Ona görə leopardlını götürürük. İndi şərf. Papaq. Qəhvəyi rəngdə bir papaq var idi. Bunun qəhvəyisi, amma hardadır o? Ola bilməz. Bu gözəldir. Bu da olar. Bu olsa gözəl olar. Neyse. Pəmbiş çoxlu papaqlarım var. Ya da baş üçün. Bu aksesuar. Bunlar saç üçündülər, amma mən bunu bura qoymuşum. Məsələn, bu da saç üçündür. Saç üçün aksesuarlarımı, amma bu tacı, yəni məsələn, bunlar, bu və bu gedir bura. Buraya pardon, kuklalarım yeri var. Əslində bilirəm. Sadəcə. Bəli. Artıq bunlar, bu ikisi sadəcə. Bir də glossumu götürəcəm. Amma girsə təbii ki də. Mən də sumkamın içinə girməyəcək. Ki, təbii ki də girmədi. Heç də olmaz, amma bir qız olduğum üçün həmişəki kimi daraq və yenə girmir. Heç nə olmaz, getdik. İndi gedirik dırnaqlarımızı düzəltdirməyə. Bu arada havanın belə olmağına baxmayın. Birazdan qar yağacaqdı və bəli. Gedək. Randevu almışam, amma hansı saatda gələcəyimi bilmirlər. Saat 12-də gedəcəyik, amma saat 11-dir. Pardon, 11-i işləyir. 12-yə işləyir. Biraz gözləyək, yoxsa direkt girək görəsən. Biraz papaq falan gözləyib çıxardaq. Merhabalar. Neysə. Merhaba. Neysə. Şərf, papaq və gözlüyü də çıxardaq. Buymuş. İndi isə ayaqqabını yox. Neysə, heç olmaz. Mont, əsla hava soyuqdur. Çıxartmaq istəyirdim montu da, amma olmadı. Heç olmaz. Hamısını qoydum bura. Termosum. Biraz oturaq. Vaxtımız gələnə qədər. Ürəyim yanmışdı bu arada. Kimsə. Limonlu su en sevdiğim. Bu vaxtımızda artıq. Deməli getdik. Pəmbiş olacağı üçün pəmbiş bir oje tapmalıyam. Amma pəmbiş oje yoxmuş, qutarıb. Amma çəhra yoxdur. Mənim əvvəlki evimə apardığım bir şey var idi. Laklardan. Evimdən gətirib eləşdirə bilərəm. Əvvəlki evim bu arada buraydı. Heç bir videoda deməmişəm deyəsən. Ya da birində demiş ola bilər, bilmirəm. Və
Bəzi evlər var ki, özündən quruldu. Məsələn, bu ev özündən qurulu olduğu üçün mən burada biraz yaşadım və sonra öz qurduğum evə köçdüm. Mən bəli, buradaydı. Bu qismdəydi. Amma burada artıq heç nə qalmayıb. Sadəcə bundan başqa. Deyəsən aşağı ya aparmışam. Gedək. Bu əvvəlki telefonum. Xahiş edirəm burada olsun, amma yoxdur. Ola bilməz. Necə də elbisə tapdım. Mənim zövqümcə deyirlər, amma bəyəndiklərimi götürəcəm. Məsələn, bunun papaqlar. Amma yox. Götürməyim ya da. Neysə. Artıq çıxaq. Ya da ağ elətdirə də bilərik. Ağ ola bilər. Əvvəlki dırnağımız ağ idi, amma indikini də ağ elədi. Çünki çox sevdim ağ rəngi. Ona görə ağ elətdirək. Ağ rəng. Özümüz sürtürük bu arada həmişəki kimi. Çox sağ olun. Sizə ehtiyac qalmadı, amma yenə də. Artıq hazırlaşırıq. Çıxaq. Gedək evə. Artıq kombinimizi dəyişmə zamanıdır. Çünki artıq gedirik. Hazırlaşma zamanıdır. Neysə. Buranı yan açaq. Belə. Çantamı yerləşdirim bura. Papağı və eynəyini çıxardacağım. Eynəyi belə, papağı isə belə ya belə. Bir də şərf. Olay payçamız. Məncə altına bu giyindiyimiz kaprom qalsın, corab. Ayaqqabını da çıxardaq. Çünki bilmirəm necə ayaqqabı geyinəcəm, amma bu gözəl bir ayaqqabı idi bayaq. Gördüm. Bu. Amma bunun qabağındakı mavilər görsənmir, amma yenə də pis görsəndiyi üçün pembiş renkdə bir ayaqqabı lazımdır. Bu arada topukludur. Yox, pembiş renkdə bir dənəsi var idi, bəli. Əslində bir dənəsi yox, çoxu. Məsələn bu. Babetlər bu arada şeydilər. Moda. Bu da olabilir, amma bu biraz mavi verir, vibe. Ona görə qoyaq yerinə bunların hamısını. Burada paltarlarım qaldı. Bu olmazdı bu. Bunu üstündən pembiş renkdə
Bəlkə başqa bir şey geyinək. Məzuniyyət üçün məsələn ətək və kofta kombinləsək. Ətək və kofta geyinənlər var, çünki buna görə çox gözəl ətəyim var. Və bəli, budur. Məncə bunu giyinsək pis olmaz. Ya bu yox, amma bir dənəsi var idi. Üzerine bunu giyineceğim. Ona göre de bu çoraplar. Bu çok güzeldir. Bununla aynı gelir bu arada. Neyse. Kofta bir de ki kışlıktan olacak değil ki, yaydan da olabilir. Yani yay paltarlarından da olabilir. Ama pembiş olsaydı, pembişti bu arada. Belirsi de var ama bu pembiş az olduğu için ve uzun olduğu için bu yukka. Bunlar hiç giyinilmir. Niye? Ben de diyelim ve niye? Bunu istemiştim. Neyse. Ama o eteği giyinirik. Çünkü çok güzeldi. Aa, de. Üzeri ütü. Ay. İkisi ayrılıkta güzeldi ama çok. Belki bu olsa. Yok. Yine de yok. Bence çorabı çıxardıq biz. Hiç ne olmaz. Bu kombin. Buradan. Bunu sonra baxaq. Çünkü buralar yerləşdirməliyəm. Dostlar tapdım ama. Ama belə koftalar var. Ama biz məzuniyyətə getdiyimizi biraz unutduq elə bir. Heç nə olmaz. Ama olar. Bunu giyinəcəyik. Belki bunu giyinim, hiç şeyləməyəm. Amma dostlar, bilirsiniz, babetlərimlə açıq toz pəmbə. Baxın, babetlərim açıq toz pəmbə və gümüşdə şey detayı var. Amma bu yəni cıstak bir pəmbədir və qızıl detaylar var. Ona görə heç getmir. Amma bu gedir. Ona görə burada da var yarısı. Mən bunu niyə fikirləşmədim? Nə gözəl qırmızı. Vibe'ımız döndü. Gördünüz? Vibe'ımızın dönüş. Allah bilmez. Neyse. Ve burada da onun için çok ama çok güzel bir ayakkabı var. Hem de eyni. Bu değil ama
Bu da gedərdi çünkü bu da zərlidir. Ve kırmızı zərlidir. Dostlar belki bu. Ay. O ayakkabı desem burada değil. O buradadır. Bu. Çok güzel oldu. Buralar dağınıq qala bilər. Sağ olun. Bu məzuniyyət əlbisəm budur.